Sabahınız xeyir, ay gözəl xanımlar. Gecə toyda olmuşam bilirsiniz. Səhər də yuxudan durdum. Tut mürəbbəmi bişirdim. Demək qoymuşam belə. Bunun da suyu az çıxdı ha. Elə tut var ki sel su olur. Bunun suyu az çıxdı. Sıravla qəşəkdir. Bunun dəsə meyvəsi çox oldu. Bundan biraz alalım. Bax, mənə həkim deyib ki, mürəbbə yemə. Tapşırıb da, hə? Və mən də bilirəm ki, mən bu mürəbbələri yeməyəcəm. Burada sual yaranır. Почему sualı var, O qədər bahalı sualdır. Ben balaca banka qoydum. Baxdım ki, çox qoymalıyam. Yer çox tutur. Böyüyə qoyuram. Mən bunu yeməsəm də dostlar, bu mənim evimdə olmalıdır. Biri qonaq gələndə ağzıma ayırıb mağazin konfetlərinə, içi qurtlu konfetlərlə qonaq başı qata bilmərəm. Mən də özümə görə bir qadınam, mənim də çəkim sambalım var. Mənim evimə gələn qonaq mağazin yeməyə gəlirsə, gitsin restoranda otursun. Mənim evimə gəlirsə, demək o mənim əl işlərimdən dadmalıdır. Əncir fərəcimdən yeməlidir. Başa düşürsünüz məni siz, yoxsa yola verirsiniz. Yaman tut da, Allah haqq deyəm gerək. Mənə elə gəlir ki, bu banka bura gələcək. Bu videolar uzun olur, Çox adam, hətta Instagram özü yazır ki, video uzundur da, paylaşılmayacaq. Mən də Instagrama nə deyirəm bilirsən? Deyirəm, mən paylaşıram, qoy baxan olmasın. Baxanıq. Görək olacaq baxan, yoxsa yox. Və nəticədə gəlir, çox qəşəng baxış yığır mənim videolarım. Onda da Instagrama deyirəm, nə oldu? Bəs baxan olmayacaqdı. Gördün? Demək ki, yaxşı şey göstərəndə baxırlar. Mən bilirəm ki, xanımlar bu videomu bəyənir. Amma xanımlar bəyənir. Yəni, yararsızlar da çoxdur aramızda, təəssüflər olsun. Vallahi. Demək, 1 kilo 800 tut vardı. Nə az, nə çox. O 1 kilo 800 tutdan belə bir şey çıxdı. Sotu çox qəşəkdir. Şimdi qarışqalara görə buranı tez təmizləməliyim. Bilirsiniz də, həyat evidir. Qarışqa, sıçan, sıçol, güvə olur. Normaldır bu. Və buradan, bunun da ağzı çox dolu oldu, elə bil. Buradan da alıram, bura qoyuram ki, ağzı dolu olmasın. İndi burada gəldik əsas məsələyə. Dayanın. Necə göstərməsək məsələn. Qoy görüm, göstərə bilirəm. Hə, belə. Görürsünüz tumları. Bu qədər qalıb tum. Bayaqdan yığışdırırdım da belə. Bunu da belə qaşıqla götürəcəm. Hadi, pişirdiyiniz, yediyiniz ağız dadı ilə qismət olsun.